Mövzumuz məstərdir. Deməli, biz dedik ki, feilin təsvirlənən və təsvirlənməyən formaları var. Feilin şəxsi və kəmiyyətə görə dəyişən formaları təsvirlənən formalardır. Şəxsi və kəmiyyətə görə dəyişməyən formaları feilin təsvirlənməyən formalarıdır. Təsvirlənməyən formalarına da məstər, feil sifət, feili bağlama daxildir. Uşaqlar, bir də yadda saxlayın ki, bizə testlərdə bəzən deyilir ki, feilləri tapın və yaxud sadə feilləri tapın, düzəltmə feilləri tapın. Baxın, bir cümlədə həm təsvirlənən, həm də təsvirlənməyən feillərin olması o deməkdir ki, orada feil var. Yəni bəzən feili bağlama olur cümlədə, məstər olur, feil sifət olur. Uşaqlar bunu feil kimi götürmürlər. Baxın, feilin təsvirlənən formaları və təsvirlənməyən formalarının hər hansısa birinə aid nümunə varsa cümlədə, orada feil var deməkdir. Feili bağlama da feildir, məstər də feildir, feil sifət də feildir. Deməli, dedik şəxsi və kəmiyyətə görə dəyişə bilməyən formalarla nə deyirik? Təsvirlənməyən formalar deyirik. Təsvirlənməyən formalardan biri də məstərdir. Məstərin hansı xüsusiyyətləri var? Məstərin ikili xüsusiyyət daşıyır. Ümumiyyətlə, feilin təsvirlənməyən formalarının hər biri ikili xüsusiyyət daşıyır. Deməli, məstər özü həm feilə aid xüsusiyyətlər daşıyır, həm də ismə aid xüsusiyyət daşıyır. Məsələn, məstərin indi burada feilə aid xüsusiyyətlərindən danışaq və ismə aid. Burada feilə, burada da ismə. Məstərin feilə aid xüsusiyyətləri nədir? Baxın, məstər hərəkət bildirir. Hərəkət. Məsələn, yazaq oxumaq sözünü. Məstərdir, maqmaq şəkilçisi var. Oxu sözün kökü qrammatik. Hərəkət bildirir feilə aid xüsusiyyətlərindən. 2. Təsdiqdə və inkarda olur. Məsələn, oxumaq təsdiqdədir. Bir də var oxumamaq. Gördünüz, təsdiq və inkarda olur. Qrammatik məna növlərində olur. Yəni, məhcul növdə, şəxssiz növdə, qayıdış növdə. Məsələn, deyirəm ki, oxunmaq. Kitab oxundu. Burada hansı növdə olacaq? Məhcul növdə. Deməli, qrammatik məna növlərində olur, qrammatik məna növlərində olur və məstər özündən əvvəl müəyyən sözlərlə əlaqəyə girərək tərkib əmələ gətirə bilir. Məstər tərkib əmələ gətirir. Bu da məstərin feilə aid xüsusiyyətləridir. Tərkib. Bu məstərin feilə aid xüsusiyyətləri oldu. Bir də məstərin ismə aid xüsusiyyətləri var ki, məstər isim kimi hallanır. Məsələn, oxumağın, baxın, oxumağın, oxumağa, oxumaqda, oxumaqdan, görürsünüz, hallandı. Məstər isim kimi hallanır. Məstər mənsubiyyətə görə dəyişir. Sənin oxumağın, mənim oxumağım, onların oxumağı, deməli, mənsubiyyətə görə dəyişmək, mənsubiyyətə görə dəyişir. Qoşmalarla işlənə bilir. Baxın, oxumaq üçün, oxumaq üçün, oxumağa görə, oxumağa görə və s. Deməli, qoşmalarla işləndi. Qoşma yazıram bura. Qoşmalarla işlənir və bir də əşyanın yox, məsələn, ad bildirir də, hərəkətin adını bildirir. Məstər hərəkətin adını bildirir. Hərəkətin adını bildirir və məstər isim kimi cümlədə tamamlıq ola bilir, mübtəda ola bilir, ismi xəbər ola bilir, zərfi rolunda çıxış eləyə bilir. Bu da məstərin ismə aid xüsusiyyətidir və bir də məstər xəbəri şəkilçisi qəbul edir, amma yalnız üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini xəbəri şəkilçisini qəbul edə bilir. Yəni, dırı. Məsəl üçün, oxumaqdır. Görürsünüz, üçüncü şəxsin təkinin şəxs xəbəri şəkilçisini qəbul edə bilir. Bu da məstərin ismə aid xüsusiyyətidir. Bir də uşaqlar, məstər, biz feilləri lüğətlərdə necə görürük? Məstər formasında görürük. Yəni, testdə düşə bilər ki, feillər lüğətlərdə necə göstərilir? Məstər formasında göstərilir. Və məstərin burada iki xüsusiyyətindən danışacağıq ki, məstərin özünə aid olmayan iki məsələsindən danışacağıq. Bunlar hansı məsələlərdir? Deməli, baxın, məstərin özünə aid olmayan sintaktik vəzifəsi var. Bir də məstərin özünə aid olmayan morfoloji xüsusiyyəti var. Morfoloji vəzifəsi var ki, testlərdə çox qarşımıza çıxacaq. Məsələn, testlərdə qarşımıza belə bir ifadə çıxacaq ki, məstərin özünə aid olmayan morfoloji vəzifəsində işlənir. Məstər özünə aid olmayan morfoloji vəzifədə işlənir. Bu hansı cümlədədir? Məstərin özünə aid olmayan morfoloji vəzifəsi oldu ki, məstər cəm şəkilçisini qəbul etməsi. Məstərin cəm şəkilçisi qəbul etməsi onun özünə aid olmayan morfoloji vəzifəsidir. Məsəl üçün, yazıram onların
yazmaqları. Baxın, burada yaz sözün kökü maq qrammatik, lar qrammatik, qıda mənsubiyyət qrammatik. Məstər cəm şəkilçisilə işlənib, lar cəm şəkilçisilə işlənib və burada məstər özünə aid olmayan morfoloji vəzifəni yerinə yetirir. Morfoloji vəzifədə çıxış edib. Bir də məstərin özünə aid olmayan sintaktik vəzifəsi var. Bu nədir? Məstər cümlədə təyin kimi çıxış eləmir. Əgər bir cümlədə məstəri təyin kimi görsək, orada məstərin özünə aid olmayan sintaktik vəzifəsi var. Bu düzdür, 9-lara lazım olan bir məsələ deyil. Əsas 11-ci siniflərə lazım olan bir məsələdir. Ən əsas da 3-cü qrupa hazırlaşan şagirdlərimizə. Sadəcə deyirəm ki, burada əlavə bir məlumat kimi də yadda saxlayasınız digər siniflər. Deməli, təyin kimi çıxış edirsə, o da özünə aid olmayan sintaktik vəzifəsi olacaq. Məstər bəs nə vaxt təyin rolunda çıxış edir də? Məstər tək qoşması ilə, təki qoşması ilə və bir də kimi qoşması ilə işlənəndə həmin cümlədə təyin kimi işlənə bilir. Məsələn, deyirəm ki, onun oxumaq kimi arzusu var. Yox, oxumaq kimi. Burada tərkibdə gedəcək var. Nə var? Onun arzusu. Burada tərkibdə gedəcək ki, təyin rolunda çıxış eləməyəcək. Yəni, bu cümləni verə bilmərik. Uşaqlar, burada yazmışam. Deyəsən, səs yazılmırmış. Deməli, uşaqlar, bir də dedik ki, məstərin özünə aid olmayan sintaktik və morfoloji xüsusiyyətləri, vəzifələri, burada təkrar oradan danışıram, bilməm səsdə yazıldı ya yox. Məstərin özünə aid olmayan morfoloji vəzifəsi nədir? Məstərin cəm şəkilçisilə işlənməsi. Baxın, yazmaqları. Yaz sözün kökü, maq qrammatik, lar qrammatik, qrammatik. Burada məstərin özünə aid olmayan morfoloji vəzifəsini yerinə yetirib. Morfoloji vəzifəni yerinə yetirib. Çünki cəm şəkilçisilə işlənib. Bir də məstər tək, təki, kimi qoşmaları ilə işlənərək cümlədə təyin rolunda çıxış edir. Və bu da məstərin özünə aid olmayan sintaktik funksiyasıdır. Çünki məstər təyin ola bilmir. İstisna hallarda tək, təki, kimi qoşması ilə işlənərək təyin rolunda çıxış edə bilir. Baxın, burada yazmışam ki, bir dəqiqə. Yazmışam ki, ana olmaq tək gözəl hiss yoxdur və yaxud ana olmaq kimi gözəl hiss yoxdur və yaxud ana olmaq təki gözəl hiss yoxdur. Nədir yoxdur? Nə yoxdur? Hiss. Necə hiss? Gözəl hiss. Necə gözəl hiss? Ana olmaq tək, ana olmaq təki, ana olmaq kimi. Burada görürsünüz, ana olmaq tək məstəri nə rolunda çıxış edir? Təyin rolunda çıxış edir. Və burada məstər demişdik, təyin ola bilmir. Bu da məstərin özünə aid olmayan sintaktik vəzifəsidir.